Salam, hər vaxtınız xeyir. Mövzu üzrə modellər. 4-cü qrup bankı. Karbon, silisium 4-cü qrup. Birinci sualı oxuyaq vaxt itirmədən. Hansı maddə su qazının, sintez qazı və generator qazının tərkibinə daxildir? Təbii ki, bu CO olacaq. CO plus H2. Bunun hər ikisi. Və generator qazda CO plus N2 olduğuna görə cavab CO, Y variantı olacaq. Deməli, silisium O2 ilə qarşı təsir məhsulu oksid duz qazı olsun. Burada 3 dənə maddə verib də natrium OH plus CO2 bizə verir. Natrium metasilikat və su. Natrium karbonat və silisium dioksid. Yəni natrium metasilikat və karbon dioksid. Sonuncu da magnezium və CO2. Magnezium oksid və silisium verəcək. İndi oksid versin deyirsə, bu natrium OH da natrium karbonat da olar. Duz versin deyirsə, yenə natrium OH, natrium karbonat ola bilər. Oksid magnezium da olardı hətta. Oksid magnezium da olardı. Su da oksidli CO2. Və qaz versin deyirsə, CO2 olacaq. Yalnız CO2. Cavab burada C variantı olacaq. Üçüncü sual. Metal karbonat dozunun 10 qram parçaması. Bu çox sadə sualdır. Bir də sürətlə keçək üstündən. 10 qramdan 4,4 yaranırsa, deməli bunun 5,6-sı da budur. X plus 16, 44. X 40 eləyər B variantı. Dördüncü sual. Deməli, karbon qazı x qram götürülür. 25% reaksiya daxil olub, deməli 75% reaksiya girməyib. Reaksiya girməyən də qabdan çöldə qalandı, 75%. Yəni bu 33 qram karbon qazı 75%. Alınan çöküntünün kütləsini istəyir. O zaman bəs neçə faizi reaksiya girib? 25%. Bu neçə qram eləyir? 11 qram. 11 qram karbon qazı kalsium hidroksid məhlulundan keçirilsə, artıqlaması ilə təbii ki. 44 qramdan 100 qram çöküntü alınırsa, 11 qramdan 4 dəfə az olar. 25 qram C variantı. 5-ci. CO2 ilə reaksiya daxil olan maddələr. Yenə reaksiya yazırıq. Birinci reaksiyada çöküntünü istəyir kalsium karbonatda. İkinci reaksiyada, üçüncü reaksiyada qazları istəyir. Qazlar. Z deməli oksigendir. İndi deyir ki, Y maddəsi generator qazının, yəni CO plus N2 tərkibinə daxil. Deməli, Y CO götürəcək, cavab da olacaq. 6-cı sual. İçərisində 1 mol kalsium hidroksid olan məhluldan qrafik üzrə 60 saniyə. Kalsium hidroksid olan məhluldan biz 60 saniyə ərzində karbon qazı keçirsə, 20-ci saniyədə 1 mol karbon qazı girəcək. 1 mol karbon qazı kalsium hidroksidlə reaksiya girsə, təbii ki, kalsium hidroksiddə 1 moldur bu da. Kalsium karbonat və su alınacaq. 20-ci saniyədə budur. 100 qram çöküntü alınır. Və 40-cı saniyəyə qədər isə daha 1 mol reaksiya girir. Buradan CO2 keçirdikdə, çöküntü əlli olur. 40-cı saniyədə də bu baş verir. Çöküntü yoxdur. Çöküntü düşdü sıfıra. 60-cı saniyədə də reaksiya yoxdur. Çöküntü kütləsinin grafiksel dəyişimini görə bilmirik. Yəni 60-cı saniyədə sıfır. Cavab A olacaq. Yəni A burada. Z qazın natrium OH ilə reaksiya məhsulu gümüş güzgü. Natrium OH ilə reaksiya məhsulu
Gümüş gücü verən CO-dur bu. H sona verir. Bu da qarşı götürsün natrium duzu olduğu üçün gümüş gücü verir. Deməli Z qazı CO-dur. CO da karbonla CO2. Deməli bu da barium karbonat ola bilər. Barium hidroksidin üzərinə nə gəlsə barium karbonat alınır, CO2 ola bilər. Cavab da C variantı olacaq. Deməli X qurğuşundur. X qurğuşundursa ikinci şüşə billur olur. Billur. X qurğuşundur. Y kaliumdur. Kalium. Z-ə baxaq, kalsium. Bu da olur kimyəvi şüşə. O da davamlı şüşə. Biri olur. Cavab çıxdı da. Orası da pəncərə şüşə olacaq, adi şüşə. 9-cu sual. Müəyyən miqdar... Demək, karbon da yanır, oksigen, silisium da yanır. Birim-birə. Hələ bu qalsın bir dənə. 1 mol xlor. Xlor karbonla girmir, amma silisiumdan girir. Silisium plus xlor 2. Silisium xlordur. Buraya 2 atırıq. 1 mol xlor. Nəzəri olaraq 2 mol xlor 1 mol silisiumdan girir. 1 mol xlor 0,5 mol silisiumdan girir. Demək ki, qarışıqda 0,5 mol silisium olub və qarışıqda cəmi 3,5 mol. Bir saniyə. 0,5 mol silisium olub. 0,5 mol silisiumun yanmasında 0,5 mol oksigen sərf olunur. Ümumi qarışığın yanmasına 3,5 mol oksigen sərf olunsa, deməli karbonun yanmasına 3 mol oksigen sərf olunur. 3 mol oksigende 3 mol karbonu yandırır. Demək ki, elə bu qarışığın içində 3 mol karbon olub 36 qram. 0,5 mol silisium olub, bu da 14 qram. Karbon kütlə payını istəyir. 36 bölünsün, bunların cəmi 50 vurulsun 100. Bu da 18% eləyər. Yox, bir dəqiqə. 72% eləyər. Hesab səhvi. Olur da az qalın. Cavab Y variantı. 10-cu sual. 24 qram karbon, yəni 2 mol karbon. Orta molekyül kütləsi bu qədər olan qızdırır, tam ilə sərf olunur. İndi ilk öncə bizim 2 mol karbonumuz var. Bu karbon da təbii ki CO2 ilə girəcək. Amma görə elə bu qarışıq CO və CO2 qarışığı, hansı ki bu 28, bu da 44-dür. Bunlar hansı mol nisbətində olmalıdır ki, M orta 36 olsun. Çıxırıq böyükdən kiçiyə, 36-dan. Mən səhv eləməmək üçün adi çıxmaları belə kalkulyatorla eləyirəm. 8. Demək, bunlar birim-birə nisbətdədirlər. Yəni, x mol bu var, x mol bu var. Burada biz birim-birə mol nisbəti tapırıq. Bu tapdığımız mol nisbətidir. Həqiqi mollar deyil. Bunlar hərəsi 1 mol da ola bilər, 2 mol da ola bilər, 10 mol da ola bilər, 100 mol da ola bilər. Sırfdan %25 mol da ola bilər. Yəni, ağlınıza gələn sonsuz sayda eyni molda olan rəqəmlər ola bilərlər. Ədədlər ola bilərlər. Ona görə dəqiq bilmirik. Amma bizim nə məlumdur? 2 mol karbon CO2 ilə girəcək. Karbon plus CO2 CO alınacaq. Bura 2 düşür. 2 mol karbon 2 mol CO2 ilə reaksiya girər və 4 mol CO alınır. Yəni bizim ilk qarışığımızda CO x mol idi, CO2 x mol idi. CO olacaq x plus 4 mol artacaq. 4 mol daha yaranacaq. CO2 isə x mol idi, 2 mol azalacaq. Çünki reaksiya girir. X minus 2 mol. Və bu yeni qarışığın orta molyar kütləsi artıq 34-dür. Onda bunlar bunun mollarıdır. Burada düsturla da eləyə bilərsiniz. Bunun emerin vurub buna, bunun emerin vurub buna. Bölüm mollar cəmlə 34-də bərabər də eləyə bilərsiniz. Yenə xaç üsulu ilə eləyə bilərik. Bu dəfə artıq 34-də gəliblər. 6. Bu da 10. 5-in 3-ə. CO 5-in 3-ə mol nisbətində olmalıdırlar ki, 34 olsun. CO-nun molu x plus 4-dür.
Və CO2-nin də molu x-2-dir. Çarpaz baxacam. 5x çıx 10 bərabərdir 3x üstəgəl 12. 2x bərabərdir 22, x də bərabərdir 11. Deyir, ilkin qaz qarışığının mol sayını müəyyən edin. İlkin qaz qarışığı CO və CO2 idi. Bunların XX hərəsini eyni mol tapmışdı. Deməli, ümumi qaz qarışığı 11, 22 mol eləyəcək. Karbon, silisium 20 qram. Burada silisium hidrogen çıxarır, natriumu H-dan. Reaksiyanı yazmağa ehtiyac yoxdur və silisium 4 valentli olduğu üçün 1 mol, 2 mol hidrogen çıxarır. Burada isə 1 mol hidrogen alınır. 1 mol hidrogen alınması üçün 2 mol hidrogen alınması üçün 28 qram silisium reaksiyaya girməlidir. 1 mol üçün də 14 qram. Deməli, bu qarışıqda 14 qram silisium, 6 qram da karbon olur. Qarışıqda karbon hidrogenlə reaksiya neçə qram qaz alınır? Karbon plus H2, CH4, 2. 12 qramdan 16 qram, 6 qram karbon girsə 8 qram qaz alınır. Bu da cavab 8 olacaq. Deməli, əylər və qızdırıcıda parçalanır hər ikisi. Ümumiyyətlə, bizim kitablar verir natrium karbonat, karbonat qızdırıldıda parçalanmır. Bu yanlış ifadə. Yanlış. Bunlar ərimə temperaturuna qədər parçalanmır. Yəni, lazım olan temperaturu verəndə bunlar da parçalanır. Sadəcə indi ilk bəlkə də o birinci bunu yazan bu şəkildə yazıb, ərimə temperaturuna qədər parçalanmır. Amma elə bil ki, o dildən dilə keçdikcə mahiyyət dəyişir, söz dəyişir. Gəlib çıxıb ki, bunlar parçalanmır. Yəni, bu yanlış ifadə. Neysə, bu haşiyə çıxdıq burada. CO2-nin suda məhlula reaksiya daxil olur. CO2-nin suda məhlulu karbonat turşusudur. Karbonat turşusu özünün normal duzu ilə reaksiya girer, turşudan yox. Parçalanmasından oksid alınır. Hər ikisinin parçalanmasından oksid alınır. Mən ortaya yazmalıydım. Yeyinti sənayesində soda, çay sodası istifadə olunur. Qələvlərlə reaksiya daxil olur. Təbii ki, burada natrium hidrokarbonat girər. Çünki H-ı var. Kalsium karbonat çöküntüdür. Girməz. Yəni belə olacaq. DYASB. Cavab yoxdur burada. Yəni cavab necə? Qapalı sual deyil. 13-cü sualda natrium OH plus CO2 reaksiyasından deyir 2 duz alınsın. Biz də 2 duzu yazaq. Natrium karbonat. Bunu verəcək 2 duz natrium hidrokarbonat. Və təbii ki də burada su da alınacaq. Və siz sadəcə bunu əmsallaşdırmalısınız. Natriumlar 3 dənədir, 3 yazdıq. Karbonlar 2 yazdıq. Baxırıq hidrogenlər, oksigenlər bərabərdir. Cavab olacaq 3-ün 2-yə nisbəti variant. 14-cü sual X. Bunu buna çevirmək, bunu ise buna çevirmək. X natrium karbonatı olsa, üstünə bunun turşusun gəlsək, turşdusa, qələvini gəlsək, OH H-ı buradan çıxaracaq üçün natrium karbonata çevrilir. Yəni X natrium karbonat, Z natrium hidroksid, natrium hidroksid, Z, Y, Y karbonat, məhlulu deyir, suda məhlulu desək, bəli, bu olar, cavab C olar. C plus H2, CO plus H2, əmsalla birin birədir. Burada da kütlədir, 12, 18, 28, 2. Litr istəyir. Neçə litr? Bu ümumilikdə 44,8 litr. İndi bura baxırıq. Bax, bu ikisi də ilkin maddələrdir, reaksiya girənlərdir. Biri, bax bu daha çox sərf olunur. Reaksiyada baxırıq, bunlar eyni kütlədə götürürsə, su daha çox sərf olunur. Çünki hər 18 qram suya 12 qram karbon reaksiya girirsə, eyni götürsək, su daha çox azalacaq. Su 18 qram reaksiya girir. Onda bu sudur. Su da 50-dən 14-ə gəlib, yəni 36 qram sərf olunur. 18 qram sərf olunmada 44,8 litr qaz qarışıq alınır. 36 qram sərf olunmada 2 dəfə çox 89,6 litr olaraq sıralanır.
16-cı sualda qrafikdə bu maddələrin termik parçalanır. Bunlar hər ikisi termik parçalanır. Biz də parçalayaq. Natrium hidrokarbonat, natrium karbonat, karbon dioksid və su 2. Magnezyum karbonat, magnezyum oksid və CO2. Biz görürük ki, mola çevirək daha rahat olsun bizim üçün. 1 mol, bu da 44-də bölsə 1,5 mol. CO2 hər iki reaksiyada alınır, amma su yalnız hidrokarbonatın parçalanmasına alınır. 1 mol su alınıbsa deməli, bizdə ilkin qarşının kütləsini istəyir, tamam. 1 mol CO2 alınıb və bu da 2 mol parçalanıb. Deməli, 2 reaksiyanın cəmində 1,5 mol CO2 alınıbsa, 1 molu hidrokarbonatın parçalanmasına alınıbsa, deməli, yarım mol da burada. Yarım mol bunun alınmasına, bu da yarım mol olmalıdır. Bu qədər. Yəni, natrium hidrokarbonat, səhv eləmirsə, bunlar hər ikisi 84 eləyir. Bunların hər ikisinin emerləri 84-dür. Onda 2,5-i vura bilərəm 84-ə. Və 210 qram eləyər. Yəni, ayrı-ayrı vura da bilərsiniz. Bir dənə dəqiq hesablama da aparım. Deməli, bəli, 84 eləyir. 84 eləyir. Cavab budur. Deməli, CO plus H2 bu reaksiyanı tamamladıq. CO plus H2, F3O4 plus H2, CO plus H2. Deməli, deyir ki, CO ayrılır. CO ayrılır. CO və H2 alınan 1 ilə 4-dür. 3-ə 1, 4 gedəcək. Cavab çıxdı da. Yalnız CO alınırsa 1-də, yalnız CO alınırsa 1-də, yalnız H2 alınırsa 3-də. 3-ə 1, 4 getdi. 1, 4 başqa varmı ki? 3-ə 1, 4 yox, 2 və 3. 2 və 4. Səhv görürəm. Baxa-baxa adam səhv görür. Görürsünüz. Deyirəm, düz gəlmir. Cavab variantı olacaq. Deməli, reaksiya daxil olmaq istəyir izzət maddələrini müəyyən edin. Deməli, bu nə var burada? Silisium, bir dənə bunu başa düşməyə çalışaq. Karbon, X həm karbon, həm silisiumla girir. X hər ikisinə girirsə, kükürt də ola bilər. Oksigen də ola bilər. Y karbon və xlorla girirsə, hidrogen ola bilər, su ola bilər. Z xlor və CO, nə bilim, silisiumla girirsə, bu da kalium hidroksid ola bilər. D variantı. Deyəsən, bitdi. Bu qədər. Sağ ol.